Salam, 5 nömrəli Uşaq İncəsənət Məktəbi, müəllim Arzu Hacıverdiyeva. Açıq dərsimizə başlayırıq. Şagirdimiz Məmmədova Mədinə 2-ci sinif şagirdi. Bu günləri biz müraciət etmişik baroko dövrünün nümayəndəsinə. Sarabanda əsəridir Gendelin, bəstəkarı Gendel. Polifoniyaya. Niyə məhz polifoniya? Ümumiyyətcə polifoniya nə deməkdir? Çox səsliydi, düzdürmü? Yəni, düzdür, biz indi kiçik bir əsərə müraciət eləmişik. Çünki həm 2-ci sinifdir, həm yaşımız azdır. Və biz onu indi tədricən biz başa sala dərsimizi keçə-keçə o hissəni müzakirə edəcəyik. Deməli, əsərimiz dedi ki, Sarabanda hansı tempdadır? Tempo nə yazılıb burada? Lento. Lento nədir? Yəni, uzadaraq. Düzdürmü? Ağır templərə aiddir, uzadaraq. Düzdürmü? Ölçü neçə gedir qızım? Ölçü 4 dərəcə. 3 çərəyə. Düzdürmü? 3 çərəyə və bir işarəmiz var. Si bemol. Tonallığı hansı olacaq? Si bemol işarəsi hansı qammadadır bizdə? Bir işarə. Fa major, düzdür. Və paralel onun minoru, bu minor. Çünki burada do diyez var. 7-ci pilləsi və re minordadır. Bizim bu əsərimiz re minordadır. Gəl bunu başlayaq və tədricən ardıcılıqla getdik. Başlayaq. Bax, sən indi çaldın. Bizdə hər iki səs biz demişik ki, vacibdir. Həm sağ əl, həm sol əl, düzdürmü? Deməli, adətən biz hansısa bir piyesanı müraciət edəndə orada var əsas mövzu, var müşayiət. Amma bizdə burada hər iki səs, həm sağ əldəki ifa edəcəyimiz, həm sol əl vacib və müstəqildir. Polifoniya sən bəyan ki, çox səslilikdir. Çox səslilikdə o demək deyil ki, elə çox səsli. Yəni, həri özünə görə müstəqil səslənir. Aydındır mı? Getdik. Gəl indi çalırıq və o aşağı səslərdə də göstəririk. Şırxlar dəqiq. Olma. Uzaq. Stop. Bax, sən bayaları çaldın. Düzdürmü? 4 xanədən ibarət olan. Sən onu ifa elədin. Deməli, burada fikrimiz tamamlandı həmən bu 4 xanədə. Gəl bir də çalaq və onu daha konkret, yəni dediyimizi, ifa edəcəyimizi daha gözəl tamamlayaq. Buyur və piano başlayır. Baxmayaraq ki, düzdür, pianodur, amma hər şeyi biz onun içində göstərməliyik səsin gedişatını. Buyur. Sol əlimiz nəyi xatırlayır? Mən sənə danışmışdım həmişə. Bu musiqi daha çox o dövrdə nə üçün yazılırdı? Daha çox dini mövzulara kilsə üçün və orada hansı alətlər, çox hansı alət üçün yazılırdı bizim bu əsərlər? Arqan üçün, düzdürmü? Və həmən bax o səs, elə bir o xatırlayır o uzun səsi. Buyur, bir də. Vurmaq, yox, vurmaq olmaz. Bir də, yox. Bir daha götürək, geçək. Uzat. Axarlı səs olmalıdır. Axarlı.
olmaz axı, dedik axı. Bura. Getir. Aha. Ay sağ ol. Bir de götüreyim. Bir de indi bak bu bütöv. Yani iki fikirden ibaret bu cümleni tamamlıyor. Davay. Getir sesi getir. Yok yaxşı olmadı. Bir de buradan. Bir vefadan. Aşağı bir yerde. Şşş. Yok yumuşak. Gittik. Aha. Getir buraya. Temiz. Ay sağ ol. Kalk oynama. Bak budur. Aydın oldu. Şuna gittik. Aha. Yani bizde mi ahı la'dan daha yüksekti. Piyano olsa da. Mi, do, ri, ro. Ve o fikri de çattır bize. Buyur. Do, ri, ro. Daha da. Do, ri, ro, ri, ro, ri, ro, ri, ve söhbət eləyir. Yox, gətir, danışır. Getdik. Çok ödeme. Vurma. Kapat sesleri kızım. Yok, solu daha yüksek. Bir balcı yüksek. Aha. Bir de. Harda başladın. Bir de buradan götür. Aha, çal. Fikir çattır. Ne demiştim? Yok, ses. Sizin biraz alet kışkıran da olsa biz onu yedirik. Yığırıq sesi. Düzdür mü? Yığırıq. Bir de götüreyim. Yok, ben hiç bunu da o gösterirsen. Aha, burada da ses var. Aha, gitti. Göster. Bir de götüreyim. Hoşuma gelmedi. Burada yığışdırırsan axı səsi. Dilimə də gedir, düzdür mü? O ne deməkdir? Səsi tədricən azaldırıq, yavaşladırıq, düzdür mü? Getdik. Ay sağ ol. Aydındır. Gel bir de bu orta hisseden başlayaq. Piyano yerine. Hı -hı. Ay sağ ol. Bak şimdi fikriye.
birinci parmağından. Ah, bir de götüreyim. Tamam, sakla. Bizde sol el biz ne demişik? Sol elde bizde müstəqil mövzu. Düzdürmü? Gəlin indi bax bunu bir dənə heç ardın yenə də getmədən bu hissədən başla və sol əli burada da. Burada göstərirsən. İndi bu ikinci hissəsində də bax göstərmişsən. Getdi. Yox, sənin layın midən daha qışqırıcı olur. Deməli, biz daha çox demişdik ki, polifonik əsərlərdə daha iki səsin, daha neçə söz ola bilər? Tək iki səs ola bilməz, axı biz deyirik çox səslilik. 3 səs, 4 səs, hətta Baxda onun preludiya və fuqalarına 5 səsli fuqalarda biz rast gəlirik. Bəli, çox səslilik. Onun bir çox, axı Gendeldən başqa biz daha hansı nümayəndələri tanıyırıq? Bax, Skarlatti, həmən Barokko dövrü deməli nümayəndələridir, düzdürmü? Və o biz daha çox, onlar çox səsli Bax, daha çox preludiya və fuqalarında çox səslərdən istifadə edib və biz dedik ki, müstəqil, özünə görə səslənmədir. Biz bu haqda daha çox danışa bilərik, daha çox dərsimizi daha ətraflı göstərə bilərik. Sadəcə vaxtımız məhdud olduğu üçün biz bununla kifayətlənirik. Təşəkkür edirəm, çox sağ olun.